Господин Paşinyan, будет ли Cənab ссылка на Paşinyan, декларацию yeni независимости Ermənistan новой konstitusiyasında Конституции? müstəqillik bəyannaməsinə istinad olacaqmı? Почему вы не ATƏT-in хотите- Minsk qrupunun buraxılmasını niyə istəmirsiniz? Почему вы... Есть вопросы, да. Какая пресса? Azərbaycanın ictimai televiziyası. Давайте, а вы? Тоже мой оператор. Только вы, да? Давайте два вопроса. Два вопроса. Почему? Будет ли... Cənab Paşinyan, yeni Ermənistan konstitusiyasında müstəqillik bəyannaməsinə istinad olacaqmı? У нас пока нет... Bizim hələlik yeni konstitusiya layihəmiz yoxdur. Biz konstitusiyamızı təhlil etmişik. Biz Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən de jure bizim qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Согласно решению нашего Конституционного суда, Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır. Bu çox vacibdir. Aşağıdakıları da qeyd etmək istərdim. Bilirsiniz ki, Azərbaycan sülh müqaviləsini imzalamaq üçün iki məsələ qaldırır. констатированный факт, и это очень важно. И хочу еще отметить следующее. Вы знаете, что, то есть очевидно, что Azərbaycan... Birinci məsələ ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlıdır. Biz deyirik ki, bu gündəlik bizim üçün məqbuldur. Biz əmin olmaq istəyirik ki, Azərbaycanın arzusu, belə deyək, münaqişəni öz ərazisində qapadıb, münaqişəni Ermənistan Respublikası ərazisinə ixrac etməməkdir. Минской группы ОБСЕ. И мы говорим, что, в общем, эта повестка для нас приемлема. И мы хотим убедиться, что... Bunun üçün həll var. Bizim təklif etdiyimiz həll budur. Eyni vaxtda sülh müqaviləsini imzalamaq və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı müraciət etmək. Yəni bir yerdə, eyni vaxtda hansı ki bu vacibdir. Bu qarşılıqlı olaraq regionumuzda etibar və sabitlik üçün çox vacib jest olacaq. То решение, которое мы предлагаем, следующее. Подписать мирное соглашение и обращение к ОБСЕ o распуске Minской qrupu. Konstitusiya ilə bağlı məsələ də var. Mən bu haqqda artıq demişəm. Qeyd etmək istəyirəm ki, Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh müqaviləsinin mətnində dəqiq və aydın şəkildə yazılıb ki, Ermənistan və Azərbaycan bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini Almatı bəyannaməsinin əsasında tanıyır və Sovet Respublikalarının inzibati sərhədləri dövlət sərhədlərinə çevrildiyi faktına söykənir. Уже говорил, и я хочу отметить, что уже в согласованном тексте мирного соглашения между Armeniya и Azərbaycanı tam... Bu o deməkdir ki, Sovet Azərbaycanı müstəqil Azərbaycandır, Sovet Ermənistanı müstəqil Ermənistandır. Bu çox vacib faktdır. Orada bir mədddə var ki, harada ki, Ermənistan və Azərbaycanın bir-birinə ərazi iddiasında olmadığı və gələcəkdə belə tələblər irəli sürməyəcəyi ilə bağlı öhdəlik götürdüyü qeyd olunub. Yəni faktiki olaraq Ermənistanda həm də Azərbaycanda qaldırılan məsələlər iki ölkə arasında sülh müqaviləsi layihəsində həll olunub. Orada daha bir vacib bənd var. Harada ki deyilir ki, tərəflərdən heç biri məlum müqavilənin icrasını pozmaqdan ötürü öz qanunvericiliyinə istinad edə bilməz. Müqavilə imzalananda Ermənistan Konstitusiya Məhkəməsinə göndəriləcək ki, məhkəmə onun bizim konstitusiyaya müvafiq olduğu barədə qərar versin. Советская Армения – это независимая Армения. Это первый очень важный факт. Там есть еще и... Nə vaxt ki, Konstitusiya Məhkəməsi qərar verəcək ki, sülh müqaviləsi Ermənistan Respublikasının konstitusiyasına tam uyğundur, o zaman bu deməkdir ki, həmin sənədin Ermənistan parlamentində ratifikasiyasına heç bir maneə olmayacaq. Bu Ermənistan parlamentində ratifikasiya olunanda, ratifikasiya olunmuş beynəlxalq müqavilə ali hüquqi qüvvəyə malik olacaq və yerli qanunlardan üstün olacaq. И в Азербайджане они решены в проекте. Mən niyə bunları deyirəm? Ona görə ki, Azərbaycan tərəfi güya Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğuna dair məsələ qaldırır. Əgər bu narahatlıqlar səmimidirsə, o zaman bu məsələnin ən qısa həll yolu sülh müqaviləsinin imzalanmasıdır. Ona görə ki, sülh müqaviləsi imzalananda Ermənistan parlamentində ratifikasiya olunacaq və ali qanunvericilik səviyyəsində qeyd olunacaq ki, Ermənistan Respublikasının Azərbaycan Respublikasına və ümumiyyətlə qonşularına qarşı heç bir ərazi iddiası yoxdur.
Daha bir nüans. Bizim də narahatlığımız var ki, Azərbaycanın da konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var. Lakin biz bu məsələni qaldırmırıq. Necə ki, Azərbaycan qaldırır. Niyə? Ona görə ki, biz aydın şəkildə razılaşdırılmış sülh müqaviləsi layihəsində görürük ki, bu məsələ həll olunub. Bu məsələni həll etmək üçün sadəcə sülh müqaviləsini imzalamaq və onu ratifikasiya etmək lazımdır. Biz belə həllə getməyə hazırıq. И мы готовы пойти на такое решение. Спасибо. İkinci sual konkretdir. Siz 2 sual söz vermişdiniz. İkinci sual. Siz bildirdiniz ki, Azərbaycan daha bir məsələni, Ermənistanın ATƏT Minsk qrupunun buraxılması ilə bağlı müraciətinin göndərilməsi məsələsində qaldırır. Elədirmi? Вы хотите одновременно подписать и мирный договор, и заявление о распуске Минской группы. А вопрос конкретный. Почему вы не хотите подать заявление до подписания мирного договора? Я уже сказал. Mən artıq dedim, bizim Azərbaycanın konstitusiyası ilə bağlı narahatlığımız var. Biz Azərbaycan konstitusiyasında Ermənistana qarşı ərazi iddialarını görürük. Азербайджана. Мы видим территориальные претензии в Конституции Азербайджана к Армении. Təəssüflər olsun ki, Azərbaycanın konkret siyasi hərəkətlərini görürük. Hansı ki, düşünməyə əsas verir ki, Azərbaycanda öz ərazisindəki münaqişəni qapadıb, onu Ermənistan ərazisinə ixrac etmək istəyən dairələr var. Азербайджан, как минимум в Азербайджане есть круги, которые хотят, если можно так сформулировать, закрыть страницу конфликта на своей территории и экспортировать как бы конфликт на территорию Армении. Поэтому... Amma Azərbaycanda deyirlər ki, Azərbaycanın konstitusiyasında heç bir ərazi iddiası yoxdur. В чем проблема? Давайте в тот же час, в тот же день, в том же месте. O zaman problem nədir? Gəlin həmin saatda, həmin gün, həmin yerdə sülh müqaviləsini və ATƏT Minsk qrupunun buraxılması ilə bağlı birgə sənədi, bəyanatı imzalayaq. О распуске структур Минской группы ОБСЕ. Я же неоднократно... Mən dəfələrlə publik şəkildə bu barədə demişəm. Buna hazır olduğumuzu təsdiq edirəm. Подтверждаю эту нашу готовность. Спасибо.